İlahi, bu uşaqları hifz elə. Bu uşaqlar sənin bağının bitkiləri, sənin çəmənliyin gülləri, sənin bağçanın çiçəkləridir. Qoy sənin yağışın onların üzərinə yaxsın. Qoy həqiqət günəşi sənin məhəbbətinlə onları nurlandırsın. Qoy sənin nəsimin onları oyandırsın ki, onlar tərbiyə alsınlar, böyüsünlər, inkişaf etsinlər və kamil gözəlliklə meydana çıxsınlar. İlahi, sən bağışlayansan, sən mehribansan. Allaha həmd olsun ki, Bakılı dostlar müharibə illəri boyunca bütün insanlar və icmalarla barış içində olmuşlar. Hər kəsə mehriban davranmışlar. İndi isə onlar müharibə illərinin əvəzini çıxmalı, qalxmalı və ölkəni sevinc və şadlıq təranəsi ilə ucaltmalıdırlar. Onlar elə bir şövq və atəş nümayiş etdirsinlər ki, ətraf bölgələr hərəkətə gəlsin və canlansın. Bəşəriyyətin yaranma tarixi haqqında müxtəlif mülahisə və fərziyyələr vardır. İnsanoğlu yarandığı gündən onun səbəbini və məqsədini, kim tərəfindən yarandığını araşdırır və özünə bu sualları verir. Bu sualların cavabını biz elmdə də axtarıb tapa bilirik. Amma əsl cavab Allahın nazil etdiyi müqəddəs kitablarda tapıla bilər. Bu kitablarda bəşər evladının bu dünyada yaranışının səbəbi, məqsədi və qanun qaydaları haqqında informasiyalar verilir. Bəşər aləmi zaman dövrü keçdikcə yeni tərbiyəçiyə ehtiyacı olub. Zamanın tələblərinə uyğun olaraq yeni şəriət nazil olub. Bu baxımdan da Həzrəti Bahalıların gəlişi öncədən xəbər verilmişdir və çox vacib idi. Yeni dünya nizamı qurmaq, bəşəriyyəti vahid din ətrafında birləşdirmək məhz Həzrəti Bahalıların gətirdiyi təlimdən irəli doğur. Bildiyimiz kimi bütün dinlərdə müqəddəs şəxslər yer üzünə göndərilməmişdən əvvəl müjdəçilər insanları bu dinə hazırlamaq üçün göndərilirlər. Yahudilikdə Volflar, İslamda Veysəl Qarani, Bahayi dinində də Seyid Əli Məhəmməd. Seyid Əli Məhəmməd hədislərə əsasən Həzrət Məhəmmədin qızı nəslindəndir. O, 1844-cü ildə Məkkə divarlarına söykənərək oraya yığışmış müsəlmanların qarşısında öz missiyasını elan etmiş və bütün müsəlmanların gözlədiyi qaim Mehdi sahibə zaman olduğunu elan etmişdir. Azərbaycan torpağı müqəddəs bir torpaqdır. Çünki bu torpaq tarixən bir çox sivilizasiyaların və mədəniyyətlərin məskəni olmuşdur. Azərbaycan torpağı həmçinin ona görə müqəddəsdir ki, bu torpaq həm də Bahayi dini ilə sıx bağlıdır. Çünki Həzrəti Baba 1844-cü ildə öz missiyasını elan edəndə ona ilk iman gətirən insanlar arasında Arazın o tayındakı Azərbaycanlılar da vardı. Həzrəti Baba ilk iman gətirən 18 nəfərdən 7-si məhz Azərbaycanlılar idi. Həzrəti Babın özünün Araz sahillərində, Maku qalasında və Çehrik qalasında həbsdə olması, Cənubi Azərbaycanda onun ardıcılarının sayının sürətlə artması, onun dini təliminin bu bölgədə yayılmasına və geniş vüsət almasına səbəb oldu. Və hələ Həzrəti Baba öz missiyasını elan etməmişdən öncə onun sahib zaman və ya da vəd olunmuş qaim kimi gəlişinə insanları hazırlayan şəxslər Kərbəlada Şeyx Əhməd Əhsai, onun ardınca Seyid Kazım Rəşdi idisə, Arazın bu tayında onun gəlişini hazırlayan daha 2 nəfər vardı. Ordubadda Molla Sadıq Vənədli və onun ardınca isə Seyid Əbdülkərim. Onlar vəd olunmuş qaimin gəlişini insanları hazırlayırdılar. Tarixi mənbələrə görə onların 10 minə yaxın ardıcıları var. Molla Sadıqın ardıcılarının sürətli artımını görən Çar hökuməti Molla Sadığı Varşavaya sürgün edir. Onun ardınca bu hərəkatın başına yenə də Ordubadlı olan Seyid Əbdülkərim keçir. 1844-cü ildə Baba öz missiyasını elan edəndə artıq belə bir missiya üçün hazırlanmış minlərlə insan Həzrəti Babın təlimini qəbul edir və babi olurlar. Və beləliklə
Babilik Azərbaycanda təşəkkül tapır. Bahai dininin yaranmasından bəri onun təşəkkül tapmasında etnik Azərbaycanlılar çox mühüm rol oynamışlar. Bunların arasında Tahirədən sonra Ənisin adını çəkmək lazım gəlir. Ənis 18 yaşında gənc bir oğlan idi və o Həzrət Baba iman gətirmişdi. Onun imanının ifadəsi şəhidlik hekayəsində ibrətamiz bir şəkildə öz əksini tapmışdır. Həzrəti Babı edam etməyə apararkən Ənis özünü onun ayaqlarına atmış və onunla birlikdə şəhid olmasını diləmişdi. Qarşında dayandığımız Azad qadın heykəli azadlığa can atan Azərbaycan qadınının ümumiləşmiş obrazıdır. Bu heykəl üzərində işləyərkən onun müəllifi Fuad Əbdürrəhmanov iş prosesində xəyalında tora düşmüş qartal obrazını canlandırırdı. Və doğrudan da bu heykəli xarakterizə edəcək bir söz işlətmək mümkündürsə, bu azadlığa can atma ifadəsi ola bilər. Mütəxəssislərin dediyinə görə müəllif bu heykəli yaradarkən Cəfər Cabbarlının məşhur Sevil filmindəki Sevil obrazından təsirləndiyini söyləyirlər. Sevil obrazı Cəfər Cabbarlının təxəyyülünün məhsulu idi. Lakin onun prototipi 19-cu əsrin ortalarında Arazın o tayında yaşamış tarixi şəxsiyyət, qadın azadlığı uğrunda ilk mübarizəni başlamış, çadranı ilk dəfə şərqdə atmış və bu yolda şəhid olmuş türk qızı Tahirə Qürrətüleyn idi. Həzrəti Babın Cənubi Azərbaycanda təlimini qəbul edən ən məşhur şagirdlərindən biri Tahirə Qürrətüleyn idi. Tahirə Qürrətüleyn haqqında ayrıca danışmaq lazım gəlir, çünki o Həzrəti Babın şagirdləri arasında ən mühüm yerlərdən birini tutur. Həzrəti Babın dininin keçmişdən ayrılmasını elan edən, onun təlimlərinin yeniliyini, müasirliyini çatdırılmasında məhz Tahirə ən mühüm rol oynayır. Onun şagirdləri arasında yeganə qadın idi. Bütün insanlara yeni bir eranın doğduğunu xəbər verən və xüsusilə 1848-ci ildə Bədəş konfransında bu dinin yeni qanunlarını elan etməsi ilə, çadırasını atması ilə insanları keçmişdən qətiyyətlə ayıran Həzrəti Babın qəhrəman bir ardıcılı idi. O, Həzrəti Babın üzünü görmədən ona iman gətirmişdi. Həzrəti Tahirə Kərbəlada olarkən o, yerli din xadimləri ilə mübahisələrə girmiş, debatlar aparmış, yeni zuhurun haqq olması barədə onlarla müzakirələr aparmışdı. Tahirənin nüfuzu, biliyi, din xadimlərini mübahisələrdə məğlub etməsi onun tezliklə çox böyük şöhrət tapmasına səbəb olur və insanlar kütlələrlə onun ardıcılarını çevrilirlər. Və beləliklə onlar Həzrəti Babın dinini qəbul edirlər. Tahirə həm də istedadlı şairə, qəhrəman, müqəddəs yazıların şərhçisi, fəlsəfi traktatlar müəllifi, eyni zamanda Həzrəti Babın təlimlərinin atəşli təbliğatçısı idi. Gətir piyalə, sunol şərabı, götür üzündən siyah niqabı, əgər ki haldı bilirsən babı, de bir nəfəssə Allahu Əkbər. Anam Əzzə Cəfərzadə Azərbaycanın görkəmli yazıçısı, professoru, uzun dövr Qadınlar Şurasının sədri olmuş bir xanım öz xatirələrində bəhailərlə 30-cu illərin axırından tanış olduğu bəlli eləyir. Çünki bizim qonşumuzda bir ailə yaşayırdı, Aşqabaddan köçmüşdülər və bunlar Tahirə, Bəhiyyə və s. kimi qızlar idi və mənə çox qəribə gəlirdi və anamdan soruşanda o demişdi mənə ki, bunlar Babidirlər, Bəhaidirlər. 46-47-ci ildən sonra ana Tahirə Qürrətüleyn haqqında xüsusi maraqlanmağa başlayır. Çox gözəl fars dili bilinməyi var idi. Ona görə Tahirənin şeirlərini bilavasitə orijinaldan oxuyub, Azərbaycancadır. Onları Azərbaycanca, farsça olanları farsça, çox da bunları gözəl özü oxuyardı bu şeirləri. İçol qədəhdən şərab ruha, بزن هیاها سرود برقا بگو که اینان رود به یغما de bir nəfəssə Allahu Əkbər. Həzrət Tahirə haqqında roman yazırkən görmədiyim yer haqqında yaza bilmərəm deyə onun bir sözü var idi. Ona görə mütləq Hayfaya getdi və buradan icazə verirlər Hayfada olan kitabxanalarda ərəb əlifbası ilə olan, farsça olan materiallara da orada baxır, xeyli material toplayıb o kitabda istifadə edir. Tahirəni bir şairə kimi başlamışdı, amma bu onun o qadın azadlığı, elə ümumiyyətlə azadlıq və dində Bəhailiyə, Babiliyə qoşulması söhbətləri önə çıxır və Əzzə ana bu hissələri yazır. Düzdür, biz indi burada Bakıda qoymuşuq başqa bir heykəl, amma bu ilk çadrasını atan xanımdır. Bu ilk o xanımdır ki,
axundlarla, filanla oturub mübahisələr eləyə bilərdi din sahəsində, özü də harda? İranda. Kitabda Əziz ana Tahirə Qürrətüleyni çox hörmətli bir xanım kimi, Həzrət Tahirə deyərək yazır. Şairə kimi çox böyük şeirlərinə qiymət verən, öz şeirlərini farsça, Azərbaycanca da oxuya bilən bir adam kimi onun haqqında yazır. Əziz ana onu İran şah rejiminin ideyaya görə boğdurduğu bir qadın, 35 yaşlı bir qadını boğdurmaq onun üçün böyük bir dəhşət idi. Əziz ana o tragediyalarını da, o faciəsini də Tahirə xanımın ifadə eləyir ki, onu öz balalarından ayırıblar. Çehre be çehre ru be ru شرح جنون عشق من شهر به شهر سو به سو نامه نگارد این با ام قصه سرای دو به او گر به تو افتدم رزر چهره به چهره رو به رو شرح دهم غم تو را نکته به نکته مو به مو مهر تو را که ای صنم چو من به دل نهاده ام دیده ز غیر بسته ام سوی تو برگشاده ام من نه عبث عنان دل از کف خویش داده ام از پی دیدن رخت همچو صبا فتاده ام خانه به خانه در بدل کوچه به کوچه کو به کو عاشقم هوش استرم هوش استرم باده بر نوش استرم نوش استرم bu Süleyman mülküdür, yox ehtibar. Dərdimi dinlətməyə güş istərəm. Tahirə, gəl dəhrdə ad etmə gil, sən qəza qəfrinə fəryad etmə gil. Üzü dönmüş dostdan dad etmə gil, hər zaman sönməz dilin nuş istərəm. Ümid dəryası coşandı coşan, səbir kasəsi coşandı coşan. Qulundur sənin Tahirə, inan Allahım Allah, Allahım Allah. Gəldim dərgaha, bağrı yaralı, çaki giriban, başı qaralı. Rəhmət nurundan qoyma aralı, Allahım Allah, Allahım Allah. Sovetlər dövrünün tüğyan elədiyi bir zaman idi. Bir gün atam İzzəddin Əyyubov pərişan bir şəkildə mənə yaxınlaşdı və Mərdəkanda bir qəbir var. Onu ziyarət etmək lazımdır. Dedi ki, bu qəbirləri Bakıda tanıyan yeganə adam yalnız mən qalmışam. O yeri gələcək nəsillərə sən nişan edərsən. 1985-ci ildə bu yerə gəlib Molla Sadığın qəbrini ziyarət etdik. Hal-hazırda biz Bakının ətrafında, Mərdəkanda çox müqəddəs bir yerdəyik. Qarşısında durduğumuz qəbir Molla Sadıq Hacı Qələndərən qəbri. Mən onda çox gənc idim və biz bura gələndən sonra da mən nə bu yerin əhəmiyyətini, nə burada uyuyan Molla Sadığın tarixi bir şəxs olduğunu bir o qədər də anlaya bilməmişdim. Kimdir Molla Sadıq? Nə üçün bu yer unikaldır? Molla Sadıq Hacı Qələndər Axundun evladı olub, İslamı dərindən bilir. Bir gün ziyarətə getmək məqsədi ilə İrana yola düşür. Nəcəf və Kərbəla şəhərlərinə gedən yolda Rəşdə Bahai söhbətləri ilə tanış olur. Dərindən bu biliklərə yiyələnir və Bahai dininin mənşəyinin ilahi olduğuna inandıqdan sonra öz ziyarətini təxirə salır və Bakıya qayıdır. Bakıda Bahai dininin yayılması demək olar ki, onun adı ilə bağlıdır.
Molla Sadıq çox həyəcanlı bir şəkildə İrandan Azərbaycana qayıdır və onun təbliği elə dərəcəyə çatır ki, onu əhatə edən qatı fanatik mühitində yaxşı qarşılanmır. O vaxtlar Bakıda Mirzə Əli Məhəmməd Vəlğa məşhur şəhidlərdən biri olan Həzrət Bahaullahın apostollarından Əmrin Əli, o da bir neçə dəfə Molla Sadığa ehtiyatlı olmağı tövsiyə edir. Bütün bu nəsihətlər ona təsir etmirmiş. Bir gün dostların bu məzəmməti Sərkər ağaya çatır və Sərkər ağa əgər Bakıdakı dostlar Molla Sadığı qəbul etmirlərsə, o zaman o onu qəbul edər deyə Molla Sadığı öz yanına ziyarətə dəvət edir. Molla Sadıq 1890-cı ilə qədər ki, qısa bir dövrdə Həzrət Bahaullahı ziyarət etmiş Azərbaycanlılardan biridir. İkinci dəfə o, müqəddəs torpağa Sərkər ağanın ziyarətinə gedir. Təbliğ yolları haqqında müəyyən tövsiyələrlə Azərbaycana geri qayıdır. Amma o xarakterini dəyişə bilmir və yenidən alovlu təbliğ etməyə başlayır. Bu söhbət gedib onun atasına da çatır. Bütün bizim bu yerləşdiyimiz Mərdəkan kəndinin cəmaatına da çatır və onlar narazı bir şəkildə bir neçə dəfə Axunda şikayət edirlər. Və günlərin birində axşam vaxtı Molla Sadıq adəti üzrə tanımadığı insanlara, tanımadığı yerdə dini təbliğ edərkən düşmən gülləsinə tuş gəlir. Belə bir acı hadisə nəinki Bakı bahayilərinin, bütün dünya bahayilərinin yadından çıxmamışdır. Çünki o gənc yaşlarında ikən Azərbaycanda bu yolda ilk şəhiddir. Bu hadisələrdən sonra Sərkər ağa ona xüsusi münacətlə müraciət edir. Ey sadiqin, məhfildə nuri vadirin, cənnətdə nəxli vasiqin, gülşəndə morgi natiqin, canlar ola qurban sənə, gözlər ola giryan sənə. Şam و سحر نالان eden, her nime şeb giryan eden, çün aşığı yazdan eden, yangın ürek suzan eden, ey sadıgım, məhfildə nuri barigim. Tarixi romanlar müəllifi Professor Əzizə Cəfərzadə İşığa Doğru əsərində bu hadisələrdən 100 il sonra belə bir möhtəşəm roman yazıb, həmin o faciəli günləri öz qələmi ilə təsvir etmişdir. 1898-ci ildə Molla Sadıq şəhid olub, 1998-ci ildə düz 100 il sonra ona həsr olunmuş kitab, roman ortaya qoyulur. Biz bahar fəslinin çox gözəl bir vaxtında, aprel ayının ortasında çiçəkli ağacların arasındayıq. Bu həmin o dövrdür ki, Həzrət Bahaullah öz missiyasını Rizvan bağında yaxın ətrafına elan etmişdir. Və həmin dövrdən başlayaraq bütün dünya bahayiləri Rizvan bayramını məhz bu ayda təntənəli surətdə qeyd edirlər. Məni bahayilikdə maraqlandıran Həzrət Bahaullah haqqında roman yazmağa sövq edən nədir? Bahayilikdə o qədər məni valeh eləyən xüsusiyyətlər var ki, onlar məni sövq eləyib romanı yazmağa. İşığa Doğru romanında Əzizə ana bunu təsvir eləyir. Bahaullah haqqında yaz deyəndə heyrətdə qaldım. Mənim ürəyimdə bir hiss oyandı. Tirgək çəkən adamların arasında belə bir dahi, belə bir şəxsiyyət yarana bilərdimi? Nədir bunun əsli soyu? Belə bir şəxsiyyətin, dünyəvi şəxsiyyətin çıxması maraqlandırdı. Necə oldu ki, darmadağın edilmiş, qabaqçıları boğulmuş, daracana asılmış, öldürülmüş, müxtəlif yollarla əzab-əziyyət çəkib, başqa-başqa ölkələrə qaçmış Babilik hərəkatının içərisindən bahayilik nəşət elədi. Hansı əməllər, hansı arzular insanların ürəyində doğurdu Babiliyi və hansı arzular bu məhv edilməkdə olan hərəkatın içərisindən yeni bir ümid kaynağı axtarıb tapdı. Nə verirdi insanlara Babilik və nə verməyə başladı onun əsasında bahayilik.
öyle bir peygamber getirmiştir ki bu peygamber dünyaya ses salabilen yeni bir din de gelmiştir. Hem de çok mentiki bir fikirle. O yalnız nebilerin sonuncusuyam, Resullerin sonuncusuyam dememiştir fikirden çıkış eləyerek. Deyir ki her bir din yaranır, yaşayır, inkişaf edir ve ömrünü bitirir. Elə ki oradan menfi yollara, bölünmelere meyil artır. O din artık ömrünü yaşamış olur. Böyle bir dövrde Allah yeni bir peygamber, yeni bir Resul gönderir ki yeni dinle yaxşılığa çağırsın insanları. Dünyanın değişmesine sebep olsun. Musa kimi, İsa kimi, Muhammed kimi. Quran-ı Kərimdə ras əhli deyə bir deyim keçir. Hz. Əbdülbahanın şərhinə görə ras indiki Araz çayına işarədir. Ras əhli isə Araz çayının sahillərində məşğullaşmış insanlardır. Quranda bir çox peyğəmbərlərin adları keçdiyindən, lakin çox da uzaq olmayan tarixdə yaşamış Zərdüşt peyğəmbərin adının Quranda olmamasını Hz. Əbdülbahadan soruşanda bu məhz bu sözləri demişdir ki, ras əhli Zərdüşt peyğəmbərlərin ardıcılarını nəzərdə tutur. Və tarixdə adları qalmamış bir çox peyğəmbərlər məhz Araz çayının sahillərindən bu torpaqlardan meydana çıxmışdır. Həzrət Əbdülbahanın şərhinə görə Quranda qeyd edilən Qaf dağı Qafqaz dağıdır. Qafqaz dağı isə əfsanəvi ölməz Simur quşunun yurdudur, yuvasıdır. Və Həzrət Əbdülbahanın bir şərhinə görə də Simur həm də Bahai dininin rəmzidir. Və beləliklə Bahai dini həm simvolik olaraq, həm də gerçəkdən Qafqazla, Azərbaycanla sıx bağlıdır. Azərbaycana məhəbbət duydu, Allah evini Bakıda qurdu. İnsanlığın xoşbəxt və ədalətli gələcək barədə ümidlərinin yerinə yetəcəyi zamanın dövrün başlanması həm ilahi yazıları, Bahai müqəddəs yazılarına görə, həm tarixi hadisələrə görə yenə də Azərbaycanlılarla bu ölkə ilə əlaqədardır. Bunu həm tarixi hadisələr, həm Həzrət Əbdülbahanın, Həzrət Bahaullahın bu ölkə haqqında, bu torpağın insanları haqqında yazdığı müqəddəs yazılar, həm də Azərbaycanlıların Bahai dininin inkişafında oynadığı rolla kəsdir. Əbdülbəha kəlamın tükənməz dəniz, lütf və inayətinə ümidvarıq biz. Bahai dininin Azərbaycanda təşəkkül tapması, onun Azərbaycanda ictimai fikrə, ictimai mühitə, ədəbi fikrə təsiri əslində geniş və dərin tədqiqatlar mövzusudur. Lakin mən bu sahədə kiçik cəhdlər etdim, müəyyən bir araşdırmalar apardım və araşdırmaların nəticələrini Yeni dövr, yeni təfəkkür adı ilə kitabda topladım və çap etdirdim. Ətir saçam, sinəsindən arpa çayı, ətəyindən araz geçən hansı məkandayım? O Naxçıvandır, nəqşi cahandır, Azərbaycandır. Azərbaycanın ictimai fikir tarixində, mədəniyyətində, gələcək sivilizasiya üçün Azərbaycanın və Azərbaycanlıların yeri nöqteyi nəzərindən iki tarixi şəxsiyyətlə bağlıdır. Ata, oğul Əli Əkbər Naxçıvani, Ordubatlı. Bir də onun oğlu Əli Naxçıvani ki, uzun müddət Bahai dininə xidmət edib, 40 il Ümumi Dünya Ədalət TV-nin üzvü olub. Əli Əkbər Naxçıvani haqqında danışsaq, 19-cu əsrin sonlarında, 20-ci əsrin əvvəllərində Azərbaycanın həm tarixi nöqteyi nəzərdən, həm ədəbiyyat nöqteyi nəzərindən, mədəniyyət nöqteyi nəzərindən, həm də ictimai fikir nöqteyi nəzərindən və bunların da üstündə Bahai dininin yayılması nöqteyi nəzərindən çox unikal bir şəxsiyyətdir, çox misilsiz bir rol olub. Çox az saylı Azərbaycanlılardandır ki, Qori seminariyasında oxuyub, Ukraynada təhsilini davam elətdirib. Ərəb, fars dillərini yaxşı bilməsi, Azərbaycan və rus dillərini yaxşı bilməsi onu ictimai düşüncənin ön sıralarına çıxarıb. Bahai olması isə onu daha geniş bir çevrəyə çıxartmışdı. Lev Tolstoy Bahai dininlə maraqlananda, bu məsələ Həzrət Əbdülbahaya çatanda, Həzrət Əbdülbaha Əli Əkbər Naxçıvaniyə xahiş eləmişdi ki, o Lev Tolstoyla əlaqə saxlasın. Ərəb və fars dillərindən Həzrət Bahavullahın yazılarını rus dilinə çevirirdi və bu cür yazışmaların nəticəsi idi ki, Lev Tolstoy bir dəfə demişdi ki, dünyanın xilasının açarı Əqqa məhbusunun əlindədir. O, bu zaman Həzrət Bahavullahı nəzərdə tuturdu. Lev Tolstoy ilə Əli Əkbər Naxçıvaninin arasında uzun müddətli bir yazışma gedib. Bu məktublar bu gün də Yasnaya Polyanada, Lev Tolstoy muzeyində saxlanılır. Həzrət Bahavullahın əsərlərini ərəb və fars dillərindən Əli Əkbər Naxçıvani rus dilinə çevirib ona göndərirdi.
Daha böyük bir tarixi hadisə ki, Ələkbər Naxçıvaninin həyatında bu onun Həzrət Əbdülbahanı Amerikaya müşayiət etməsidir. Əslində onun Naxçıvani familiyası da bu ərəfədə olub. Həzrət Əbdülbaha ilə o görüşüb və tanış olanda soruşub sən hardansan? O da deyib ki, mən Naxçıvanlıyam. Deyib tamam, oldun sən Naxçıvani. Amma əslində onun öz familiyası Məmmədxanovadır. Hayfada ziyarətdə olub, Həzrət Əbdülbahanın yanında olub, qayıdıb Bakıya və burada da fəaliyyətini davam elətdirib. Sıx fəaliyyət dövrü neft mühəndisi olduğu üçün uzun müddət özü də Bahayi olan Musa Nağıyevin yanında onun işlər müdiri işləyib. Mirzə Ələkbər Naxçıvani ilə Həzrət Əbdülbaha arasında intensiv yazışmalar olub. Azərbaycan Bahayi icmasına ünvanlanmış 150-yə yaxın məktub və lövh var Həzrət Əbdülbaha tərəfindən. 34 məktub bu kitabda toplanıb. Həzrəti Əbdülbahanın Azərbaycana bu cür lütf göstərməsi, Azərbaycan bahayilərinə, Azərbaycan cəmiyyətinə bu cür mesajlar ünvanlanması böyük təsadüfi deyildi təbii, amma o iradənin ortalığa çıxması üçün bir vəsilə də lazımdır. Və bu vasitə Mirzə Ələkbər Naxçıvanidir. Hal-hazırda biz Bakının tarixi və ən yaraşıqlı binalarından birinin qarşısındayıq. Bu bina məşhur milyonçu Musa Nağıyev tərəfindən oğlunun şərəfinə xeyriyyə cəmiyyəti kimi tikilmiş və İsmailiyyə adı ilə məşhurdur. Çoxları Musa Nağıyevi neft milyonçusu kimi tanıyır. Ancaq çoxlarına məlum deyildir ki, o xanımı Liza Canqarova ilə birlikdə Bahayi dinini qəbul etmişlər. Bizim apardığımız arxiv materiallarının araşdırması nəticəsində məlum olmuşdur ki, Bakı bahayilərinin 13 yanvar 1910-cu ildə təsdiq edilmiş Ruhaniyyə Cəmiyyətinin nizamnaməsində bu maarifçi cəmiyyətin təsisçisi kimi Musa Nağıyevin də adı vardır. Musa Nağıyev xanımı Liza ilə birlikdə Bakı bahayilərinin arasında böyük hörmətə malik bir şəxsiyyət idi. İsmailiyyə binası kimi məşhur olan bu binanın həyətində Azərbaycanın ən sevimli şairlərindən biri Mirzə Ələkbər Sabirin heykəli qoyulmuşdur. Mirzə Ələkbər Sabir Hüquqnamə əsərində Babi dininin ardıcıları barəsində xoş sözlər söyləmişdir. Ana Mina xanımın ən yaxın rəfiqələrindən olan Mərziyə xanım Rızayevanın anası Ağabacı xanımın bildirdiyinə görə Mirzə Ələkbər Sabir Balaxanında işləyərkən tez-tez Bahayi icmasına gəlib getmiş, Bahayi dinini qəbul eləmişdir və Bahayilər arasında çox böyük hörmətə malik olmuşdur. Böyük mütəfəkkir Ələkbər Sabir Tahirzadə Balxanda müəllimlik eləyib. O da həmişə anamın dayıslarının yanına gəlib məclislərdə iştirak eləyib. O vaxt Balxanda yer açmışdılar, Bahayi mərkəzi. Sonra poçta oldu ora. O ora gəlirdi. Ona görə də onun bəzi şeirlərində izah eləyirdi ki, yəni belə bir mədəniyyət var, yəni belə bir din var, belə bir ona başa düşmək lazımdır. Ona görə o həmişə Bahayilərin arasında olur. Onun məşhur hüquqnaməsində Babilər haqqında dini imanı azıqdır, babıdır kəlməsi Azərbaycanda geniş yayılmışdır. Onun yaradıcılığı ilə tanış olan hər bir kəs bilir ki, Sabir iki mənalı danışmış. Burada bu sözləri ilə Babilərə onun böyük rəğbətini göstərmişdir. Çünki onların maarifçi hərəkətlərinə, məktəbə getməklərinə, qəzet oxumaqlarına və s. bu kimi maarifçi hərəkətlərinə rəğbət bəsləyərək bu şeirini yazmışdır. Digərləri üçün isə o sanki Babiləri ələ salır, onların bu hərəkətlərini bəyənmir. Nə xəbər var Məşədi? Xanığım, Az çox da yenə. qəzet almış Hacı Əhməddə. Qah oğlan, nə mənə? Sən özün gördün alanda. Belə nəql eylədilər. Daxı kim qaldı Xudaya bu vilayətdə mənə? Bu isə bəs o ləinin də işi qullabıdır. Dini imanı danıb, yoldan azıbdır, babıdır. Daxı bir başqa xəbər. Hacı Cəfərin oğlu Vəli şkola qoyub oğlum. Elə isə ona da min kərə lənət deməli. Yenə bir başqa xəbər varmı?
Bizim qonşu Kərim Molla Nəsrəddin alıb həm özü, həm oğlu oxu. El bütün kafirmiş ölkədə, yoxmuş xəbərim. Bu isə bəs o ləyinində işi qullabıdır. Dini imanı danıb, yoldan azıbdır, babıdır. Azərbaycanın mədəni və ictimai siyasi tarixində böyük əhəmiyyəti olan bir binanın qarşısındayıq. Bu binada 1901-ci ildə ilk Qızlar Məktəbi qurulmuş və şərqdə ilk demokratik Cumhuriyyət olan Azərbaycanın ilk parlamenti yerləşmişdir. Bu bina mənim üçün həm də ona görə əzizdir ki, burada Azərbaycanın böyük dramaturqu və şairi Hüseyn Cavidin ev muzeyi yerləşmişdir. O 1920-37-ci illərdə bu binada yaşamışdır. 2002-ci ildə mən Hüseyn Cavidin qızı Turan xanımla görüşmək məqsədi ilə bu binaya gəldim. Məqsədim Hüseyn Cavidin sürgündə olarkən son günləri haqqında ona informasiya vermək və yazacağım kitab haqqında bəzi məqamları aydınlaşdırmaq idi. Bu məqsədlə mən bu binaya daxil oldum. Çox səmimi bir görüşümüz oldu. Və əlavə etdim ki, Turan xanımın qardaşı Ərtoğrulun ən yaxın dostu Ətalanın bacısı oğluyam. Mən Turan xanıma atasının birlikdə qaldığı barakda Mirzə Ələkbər Nəci ilə xatirələrini söylədim. Azərbaycanın görkəmli xadimlərindən biri Hüseyn Cavid də Bahayi olub. Bunun təsdiqini akademik Rafael öz kitabında yazıb. Orada yazır ki, onun yoldaşı Hüseyn Cavid tutulanda, yanına gələndə, o ilə görüşəndə deyir ona ki, Allah əfqa. Bu Bahayilərin bir-biri ilə görüşəndə bir-birlərinə müraciətidir. Allahı əfqa. Hüseyn Cavidin yaradıcılığında Bahayiyyətin prinsiplərini görmək olur. Onun bir şeirinə nəzər salaq. Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yeryüzünü. Bu cümlənin özü onu göstərir ki, Bahayiyyətin əsas prinsiplərindən biri olan dünyada sülh olsun. Bütün dinləri, insanları sülhə çağırır. Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Onun əsərlərində, şeirlərində Bahayi dininin prinsipləri əsas xəttlərdən biridir. Götürək onun Məktəbli qız Gülbahara olan şeiri. Quzum, yavrum, adın nədir? Gülbahar. Peki senin anan baban var mı? Var. Nasıl, zengin midir baban? Evet zengin, beyzade. Öyleyse giyimin için böyle sade? Yok mu senin incilerin, altın bileziklerin? Var efendim var. Lakin müəlliməm hep söyler, onların yok kıymeti. Bir kızın ancak bilgidir, temizlikdir zineti. Pek doğru söz. Bu dünyada senden çok sevdiğin kimdir kuzum? O Allah ki yeri göğü, insanları xəlq eylər. Sonra kimler? O Allah'ın gönderdiği elçilər. Başka sevdiklerin nasıl? Yok mu? Var. Anam, babam, müəllimim, bir de bütün insanlar. Başka sevdiklerin nasıl yok mu var? Kimdir onlar? Kimdir onlar? Anam, babam, müəllimim, bir de bütün insanlar. Bütün insanlar. Gözəl Bakımıza seyr etdikcə
insanın ürəyi fərəhlənir. Doğrudan da gözəl şəhərimiz vardır. Bakı tarixən İpək yolunun əsas şəhərlərindən biri olmuş. İmperiyalar daima Azərbaycanı, Bakını ələ keçirmək istəmiş. Amma Allaha şükürlər olsun ki, bugün gəlib azad bir Azərbaycanda yaşayırıq. Neçə-neçə nəsillərin arzusu olduğu bir gündəyik. Bakının, Azərbaycanın qədim mədəniyyəti ümumilikdə bəşərə bir çox hədiyyələr vermişdir. Burada indi tolerantlıq dediyimiz məfhuma 100 illər bundan əvvəl böyük hörmətlə yanaşmışlar. Burada Musəvilik, Xristianlıq, müsəlmançılıq, insanlar bir-biri ilə dost, mehriban, qardaş kimi ömür sürmüşlər. Bakı Bahai icması əvvəllər çox firavan bir dövr sürülmüş. Sovet dövləti yaranandan o dövrün mütəfəkkirləri Bahai icmasının mütəfəkkir fikirləri onları cəlb etdiyinə görə bu icmaya gəlib gediblər. Mirzə Ələkbər Sabirdən tutmuş, Hüseyn Caviddən tutmuş, Ordubadi və ilaxır. O vaxtki dövrdə Bakı Bahai icması artıq dünya üzrə mühüm məqama malik idi. Bahailərin İranla və digər ölkələrlə sıx əlaqələri olurdu. O cümlədən də Türkmenistandan, İrandan, Rusiyadan Bahailər bura gəlib gedirdilər. Bakının bir mərkəz kimi formatlaşmasında isə onun buradan Batuma, Batumdan isə müqəddəs torpağa keçmək yolunun üstündə olması idi. Beləliklə Bakı yaxın dövlətlər üçün bir mərkəzə çevrilirdi. Odur ki, bütün bunlar hələ 19-cu əsrin sonunda Bakıda Müsafirxana adı ilə məşhur olan Bahai mərkəzinin tikilməsinə rəvac verir. Bu dünyada nağıl çoxdur, hamısı da belə başlar. Biri vardır, biri yoxdur. Allahu Əkbar. Mən həmişə bu otağa girəndə onları sağmış kimi bu sözlərlə salamlayıram. Bu şəkillər Azərbaycan Bahai tarixini qısa formada göstərməyə kifayət edir. Şəkillərdə mənim ana babam və ata babam Məşədi Hüseyn və Usta Fərəc, onların ailələri göstərilmişdir. Babam Usta Fərəc dövrünün ziyalılarından biri idi. Səlyan şəhərində anadan olub və 20-ci illərdə Bakıya köçmüşlər ailəsi ilə birlikdə. Suraxanıda məktəbdə işləyir, həm də ailəsini dolandırmaq üçün zəyyarlıq edirdi. Odur ki, ona bəzən Usta Fərəc də deyirdilər. Şəkildə babam Məşədi Hüseyn Hayfada Həzrət Əbdülbahanı Sərkər ağanı ziyarət edərkən çəkdirdiyi şəkildir. Çox unikal şəkillərdən biridir. Orada babam yaxın iki dostları ilə Balaxanı Bahailəri birlikdə Sərkər ağanın huzurundadılar. Bu şəkildə Bakı Ruhani Məhfilinin xidmət komitəsinin üzvlərinin şəkilləri toplanmışdır. Babam Məşədi Hüseyn Əyyubov, Musa Əyyubov və Veysəl Əyyubovla birlikdə digər Bahailərin hələ 1913-cü ildə Azərbaycan cəmiyyətinə xidmət məqsədi ilə yaradılmış bir komitədir. 1937-ci ildə babam Bakı Ruhani Məhfilinin sədri idi və o dövr bütün insanlar üçün olduğu kimi Bahailər üçün də çox gərgin bir dövr idi. İnsanlar çox qorxu içində yaşayır və hər zaman tutulacaqlarını bilərək gərginlik içərisində yaşayırdılar. Son illərdə apardığım tədqiqat işlərinin nəticələri əsasında Bahai dininin Azərbaycanda tarixinə həsr olunmuş birinci cildi ərsəyə gəlmişdi. Sovetlər İttifaqında yaşayan vaxtlarda Bahai ədəbiyyatı olduqca az idi. Bahailər əsasən əl yazmalarından istifadə edirdilər. Yaşlı Bahailər ömürlərinin sonuna yaxın onlarda olan materialları itməsin deyə böyük çətinliklə qoruyub saxladıqları ədəbiyyatı gələcək nəslə ötürmək məqsədi ilə gətirib bizim ailəyə verirdilər. Bu sandıq həmin dövrdən qalma sandıqdır. Burada həmin o kitablar uzun müddət ərzində toplanılıb qalırdı. Baxmayaraq ki, əgər onların birini kimsə tapsaydı, bizim ailənin başına hansı çətinliklər gələcəyini təsəvvür etmək çətin deyildir. İndi mən həmişə bu sandığa baxarkən
o dövrləri xatırlayıram. Biz Azərbaycanda Bahai tarixinin mühüm bir səhifəsi olan Qasımovlar ailəsinin evinin qabağındayıq. Bu ev 1930-cu illərin əvvəllərindən onların həyatında mühüm rol oynamışdır. Mənim uşaqlığım burada keçib. 2-ci sinifdən 10-cu sinifə qədər mən burada yaşamışam. Bu həyat mənim üçün həm də ona görə əzizdir, nəinki ona görə ki, mənim cavanlığım burada keçmişdir. Həm də ona görə əzizdir ki, bu həyətdə mənim anamın ailəsi yaşamışdır. Babam Usta Fərəc, xanımı Fizzə, evlatları Ətaullah, Mina xanım, Əzzullah, Bəhiyyə, İsmullah və Qüdsiyə ilə birlikdə. 1937-ci ilin 14 oktyabrında gecə saat 2-də bu həyətə, bax bu pilləkənlərlə 2-ci mərtəbəyə NKVD-nin üzvləri qalxırlar. Qapı bərk döyülür. Səsə babam Usta Fərəc özü də ayılır və gələnləri qarşılayır. Buyurun, Fərəc Qasımov mənəm deyərək onları evə dəvət edir. Evdə xanımı Fizzə Qasımova, uşaqları isə mənzilin digər otaqlarında yatırlarmış. Babam məsələnin nə yerdə olduğunu təxmini bilirdi və gözləyirdilər o vaxtki bahailərlə birlikdə. Və xəbər aldıqda ki, gəlmələrin səbəbi nədir? Onun Bakı Bahai Ruhani Məhfilinin sədri olmağı və bahai olmağı göstərilir. İndi mən nə etməliyəm sualını verir babam. Hazırlaş, bizimlə getməlisən. Babam gedib geyinir və hazır vəziyyətdə onların qabağında gəlir. Sən bilirsənmi, hara gedirsən? Sən daha bura qayıtmayacaqsın. Sənin ailən sənin bu hərəkətinə görə əziyyət çəkəcək və ailən dağılacaq. Bəli, bilirəm. Bəs niyə heç nə demirsən? Siz hökumət adamlısınız deyənə, mənim də vəzifəm bahai kimi hökumətin qanunlarına tabi olmaqdır. Gələnlərdən biri insaflı olur və ona belə təklif eləyir. Gəl bu kağızı götür və yazına ki, sən Allaha inanmırsan və bahai deyilsən. Biz də səni burada qoyaq, çıxıb gedək. Doğrudur, bu mənim üçün çətin olacaq işdə izahat verməyə. Amma mənim sənin evlatlarına yazım gəlir. Babam cavabında belə söyləyir. Sən məndən nə istəyirsənsə istə, təkcə onu yox. Çünki mən edə bilmərəm. Mən sənə yaxşılıq eləmək istəyirdim, sənsə başa düşmədin. Ged evində nə qədər kitab varsa, onların hamısını yığ gətir. Babam gedir, bütün kitablarını yığışdırır və gətirir bir kisənin içərisində. Bir daha deyir, mən hazıram. Gələn NKVD-nin üzvləri məəttəl qalırlar bunun hazırlığına, bunun o şücaətinə, bunda olan o reaksiyaya. 3-cü dəfə ona təklif olunur. Babam üzünü çöndərir nənəmə tərəf, Fizzə Qasımovaya. Nənəm isə cavab verir ki, Fərəc, sən bizdən nigaran qalma. Sənin evladlarına mən səndən yaxşı baxacam. Bu sözləri də eşidən NKVD dəli olur ki, bunlar nə ailədirlər, bunlar nə də insanlardır. Bunlara edilən yaxşılıq etmək istəyənlərə bunlar öz bildiklərindən, öz imanlarından dönmürlər. Əmr edirlər ki, babama o kisəni atsın çininə. Həmin o NKVD-nin üzvü əli ilə babamı itələyir, qapıdan çıxardır. Bu onun bu həyətdəki son gecəsi olur. Usta Fərəc beləliklə bu həyətdən çıxır və onu maşına otuzduranda digər Bakı məhfilinin üzvlərini görür. Həmən gecə məlum olur ki, 2 saat ərzində bütün məhfil üzvlərini həbs ediblər. 9 nəfərin hamısını. 1956-cı ildə Stalin öləndən sonra bütün tutulan bahailərə bəraət verirlər. 40-a yaxın bahai tutulub Azərbaycanda. Mənim babama da bəraət verilir və ailə xalq düşməni damğasından bir qədər yüngülləşir. SSR parçalandıqdan sonra Azərbaycan dövləti istiqlaliyyətinə nail olduqdan sonra bir qrup bahailər KGB-nin arxivində onların taleyi ilə maraqlanırlar. Arxiv materiallarını araşdıranda gördük ki, 40 gündən sonra bahailəri güllələyiblər. Onları 40 gün Bayıl türməsində saxlayıblar. Bir neçə dəfə imkan veriblər ki, ailədən onlara
ərzaq gətirilsin və axırıncı dəfə nənəm ərzaq apararkən əvvəlki ərzaq apardığı qazanın içərisində onun dostları gizlincə olaraq qana bulaşmış köynəyini qoyublar. Onlar axıra qədər Bahayi olduqlarını dediklərinə görə onların hamısı şəhid olurlar. İndiyə qədər onların qəbrinin yeri belə bilinmir. Biz Usta Fərəcin xatirəsi olaraq onun xanımının yanında bir dənə balaca lövhə Ətavullah Qasımov vurdu və qoydu ki, itməsin. Biz ora gedib gül qoyuruq. Çətin dövr olduğuna görə Bahayilər əvvəlcədən uzaq görənlik edib, növbəti seçkilərin aparılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq öz yerlərinə digər 9 nəfəri seçiblər. Babamgil 40 gündən sonra şəhid olduqdan sonra onların yerini yenidən başqa 9 nəfər tutur. Onların içərisində bir xanım da var idi, o da Fizzə Qasımova idi, nənəm. Mən uşaq olarkən 10 yaşım bu həyətdə o Bahayiləri görmüşəm. Beləliklə, bu həyət həm də Bahayi tarixində xüsusi bir yeri vardır. Allah səni qoynuna mehriban Xəzər. Azərbaycanın Bahayi tarixində məxsusi yeri olan Abşeronun Balaxanı kəndindəyik. Bu kənd öz Bahayiləri ilə Bahayi tarixində məşhurdur. Abşeron, Abşeron, otlar diyarı. Azərbaycanda Bahayi tarixi bilavasitə Balaxanı ilə əlaqədardır. Balaxanıda isə Bahayi tarixi bu bina ilə əlaqədardır, hansı ki bu binada sizin babanız tikib. Yəni bu bina tarixi bir binadır və Bakıda yaşayan, xaricdə yaşayan Bahayilər də bura öz evlərinə gələn kimi gəliblər. Çünki sizin göstərdiyiniz qonaqpərvərliklə burada özlərini öz evlərindəki kimi hiss eləyiblər. İndi zəhmət olmasa Qürrətülin xanım bu bina haqqında biraz danışın. Mənim babam bu binanı 1915-ci ildə tikdirib. 1915-ci ildən burada həmişə ziyafətlər olub. 1991-ci ildən sonra o Səlahiddin müəllim danışsın ki, necə? Bəli, burada bütün xaricdən gələn qonaqlar Balaxanın adı həmişə tarixdə olduğuna görə maraqlanırlar, gedə görək Balaxanda nə var, kim var? İlk gəldikləri ev sizin ev olub və burada neçə məclislər olub və mənim yadımdadır ki, biz burada neçə dəfə Bahayi seçkiləri aparmışıq, məhfillər burada seçilib. Ağa Naxçıvani gələndə də biz onu bura sizin evə qonaq gətirdik. Yaddan çıxmayan xatirələrimiz var bu evlə əlaqədar. 92-ci ildən hər də 19 gündən bir ziyafət olub bizdə. O vaxtında evini açmaq hər çətin vaxtlar idi. O şərəf sizə qismət olubdur. Abşeron, Abşeron, otlar diyarı. Abşeron, Abşeron, ömür baharı. İndi biz digər bir tarixi binanın qarşısındayıq. Bura Müsafirxana adı ilə məşhur olub Balaxanıda. 1937-ci ildə bütün dini icmalar kimi Bahayi icması da təhdid olunub, onların üzvləri tutulub və bu binada vaxtilə müsadirə olunubdur. Qürrətülin xanım, biz bayaqdandan Balaxanını gəzirik, hara yaxınlaşırıq, deyir, tarixi bir binadır. Bu bina
haqqında kitablarda çox yazılıb. Bu vaxtı ilə həm Mirzə Ələkbər Sabirin işlədiyi məktəb olub 1910-cu ilə qədər və bu binanı sizin babanız tikdirib. Qızlar məktəbi yox idi heç. Ancaq mənim babam bu binanı tikdirib qızlar məktəbi. Hətta evdə şəklimiz də var. Xalaların, bibilərin. Orada da yazıb Balaxanı Bahayilərinin qızlar məktəbi. Bəlkə bilirsiniz o şeyi, Uşqulluya gedir. Bəli, məşhur şey. Maariflənmə burada gedib Balaxanda güclü maariflənmə. Çünki neft milyonçusu olub, uşaqlarını oxutdurublar. İndi xoş bir təsadüfdən belə çıxıb ki, Kəblə İmranın nəticəsi Ramin də bu binada işləyir. Mirzə Ələkbər Sabir 1910-cu ildə binada dərs deməyə gəldikdə, Kərbəlayı İmran da Sabirin çox yaxınlığında oldu. Onunla çox kömək edir. Hətta onun qalmasına bu şərait yaradı. Məscid tikdirmək üçün bir çox maddi köməkliklər göndərir. Aşqabadda, başqa bir yerlərdə xeyriyyətçi insan olub. Yəni Kəblə İmranla mənim babam Məşəd Hüseyn Hayfada ziyarətdə olublar. Sərkər ağanın yanında, Əbdülbahan. Qüdrətülin xan, Hacı Sultan Əli sizin babanız Sərxalinin atası olub. Anam danışırdı ki, Tərlan nənə Hacı Sultanın başçısı olub da. Hacı Sultan Əli də o vaxt həm nəşrib tikdirib məscid. Həm də ki, burada şəhərdə Nizami metrosunun yanında ki, hələ məscidin yanında hamam da tikdirib. Bahayi məscidi olub. Özü də bunun şəkli Frankfurtda, Germaniyada əvvəlki şəklini çəkib aparıblar. Bakıda ən çox istifadə olunan məscidlərdən biridir. Bu da Bahayilərin Azərbaycan cəmiyyətinə verdiyi böyük hədiyyələrdən biridir. Bəli, bəli. İldə anadan olmuşam. Həmin dövrdə Məsim babam, ağa Məsum dustaq olub. 56-cı ildə o dustaqlıqdan gəlib, mənim onda 12 yaşım var idi. Babama çox böyük hörmətimiz olub. Biz 4 bacı, bir qardaş olmuş. Sovet hökumətinin dövlətləri arasında belə idi ki, hamınız ateistsiniz. Belə bir şəraitdə babam bizə bəhayiyyətdən dərs keçərdi. Babam 1889-cu il təvəllüdüdür. Gəncədə yaşayıb, ancaq bir qədər böyüyəndən sonra köçüb gedib Bakıda yaşayıb. Orada bəhayilərlə çox böyük ünsiyyətdə olubdu. Sonra mənim nənəmlə evlənmək istəyib, nənəmi verməyiblər ona. Ki bu Babidir. Gəncədə də bəhayi bilmirdilər, Babi bilirdilər. Babam da gedir Ərz-i-Məqsuda, Heyfaya. Bir il orada qalır. Hər gün Həzrət Əbdülbəha Abbasın insanlara ziyafət və söhbətlərinin şahidi olmuş bir adam olur. Bir ildən sonra istəyir orada evlənsin kimlənsə. Həzrət Əbdülbəha Abbas deyir, yox, sənin Azərbaycandadır yerin. Onda qayıtmalı olur. Nənəmlə evlənir. Babam uzun müddət Bakıda məhfilin sədri olub. Bu məclislərdə mən yadımda olanların adlarını çəkməsəm özümü borclu hesab edərəm. İştirak edirdi Cabbar baba. Hamıdan böyük idi. Öləndə də 105 yaşında dedilər, rəhmətə getdi. Mehdəm idi, Eyyub əmi idi, Şəm idi, İsmail əmi idi, Şıx İsmail, Əli Şoqinin qardaşı. Səlman əmi bir də, Səlman əmi. Çox gözəl insan idi, Allah Səlman əmi. Hüseyn əmi idi, Balçılı Söyün, Şıx Zamanov Söyün, Yolçiyev Söyün, Əli Şəmi, Mahmud əmi, Cəlil əmi, Səriyə xala, Asəf əmi, Manya xala, Həcər xanım, Eyyub əmi, Zəbərcət xanım, Kübra xala, Roşənə xala, Cəlil əminin oğlu Eynullah, sürgündən gələndən sonra Tahirə, Ənvər, gözəl məclislərimiz keçərdi. Həmin gün hamı bir yerdə şadlanırdı. Ancaq baxmayaraq ki, bu məclislər də qadağan idi, bir yerə toplanmaq da qadağan idi. Bunların heç birinə baxmadan bizim öyümüzdə həmişə yığıncaqlar olub. Bizim qanımız elə bil bəhayiyyətlə yoğrulub. Tahirənin, mənim. Biz dilimizi açanda demişik Allah həbha. Çünki atadan, anadan bizə keçir. İndi hal-hazırda mənim nəvələrim, onlar mütləq Allah həbha deyirlər. Mənim babam bir il Həzrət Əbdülbəha Abbasın məclislərində iştirak edəndə babam üçün bir loh nazir olur. Bax bu Həzrət Əbdülbəha
Şəhrbahada mənim babama nazil olan loxdur. Bu babamın adına. Tahirə xanım, yaddaşınızda nə qalıb o illərdən? Biz hələ südünməmişdən öncə mən hələ çox cavan idim da. Atam yaşlı olduğu üçün hamısı onun başına çox yığılırlardı. Atamın gözəl səsi var idi, münacat oxuyurdu. Məni də aparırlardı orada. Məclislərə? Bəli, bəli. Çox bəhalilər var idi burada. Bunların hamısı əksəriyyəti Gəncəli idi. Bəli. Yəni buradan getmişdilər. Belə də biz sürüldük. Ondan sonrasında Neçənci ildə sürüldünüz? Qazaxstana sürdülər sizi. Bəli, 1950-ci ildə. O zaman ki mən balacaydım, Aybəniz onu uzun məclisi görməyib. Mənim gözümün qabağındaydı. Çox ruhani məclis idi Kəmalə xanım. 68-lərdə, 69-larda, 70-lərdə mən çox uşaq idim. O məclisi görmüşəm mən. O məclisdə rəhmətli Səlman əminin də əşarlarını eşitmişəm. Mamanın da əşarlarını hamısı bir xorla Allah hapa deyən oxuyurdular. Hüseyn əmi Şeyx Zamanov var. Ha, Şeyx Zamanov. Şeyx Zamanov nəslindəndirlər onlar. Gəncədə qədim nəsil var, hansı ki Nizam Gəncəvidən olan nəsildir. Şeyx Zamanovlar. Həmin Şeyx Zamanovlar. Yəni şeyx olublar o zaman. Mən Eyyubova Marsela Rəhim qızı 1943-cü ildə Gəncədə Ziyalı ailəsində anadan olmuşam. Anam Bahayidir, özüm 3-cü nəsil Bahayisiyəm. Babam Məşəd Hüseyn, anam Roşana xanım və mən. Oğlum Eyyubov Əmirxan, o da 4-cü nəslin Bahayisidir. Atam Gəncəli, anam Şəkili olubdu. Orta məktəbi Gəncədə qurtarmışam. Hətta bağça yaşından yadımdadır ki, bizim ailədə həmişə ziyafətlər olurdu. Gəncə şəhərinin özündə, mərkəzdə yaşayırdıq. Hamıya qapımız həmişə açıq olubdu. Bizə çox bahayilər gəlirdi. Zəbərcət xala, Xədicə xanım, Məsim əmi, Cəlil əmi, onların münasibətləri, qanun qaydaları o qədər ürəyimə yatırdı ki, mən də bu yolu seçdim. Hər səhər atam işə gedəndə anam otururdu, bizi yığırdı, 4 uşaq idik, 2 qardaş, 2 bacı. Yığırdı başına, başlayırdı münacət oxumağa. Mənim Rəbbi Kərimim və Xudavəndi Rəhimim. Bu münacət həkk olmuşdu mənim canıma, beynimə, ağlıma. Kənardan həmişə deyirdilər ki, siz seçilirsiniz. Siz elə bil bu aləmdən dölsünüz. Bax, bu sözləri dəfələrlə anama da deyiblər, bizə də deyiblər uşaq ikən. Yoldaşım da qeyri-Bahayi idi. Amma yoldaşımın atası Şəki Bahayisi idi. Veysal ağa. Hətta ona Şogi Əfəndinin məktubu da gəlib çatıbdı. Bu yaxınlarda onu arxivdən tapıblar. Həmən bu məktubdur. Hansı ki Şogi Əfəndi Nuxalı, o vaxt Nuxa idi, Şəki şəhəri, Nuxalı Eyyubov Veysala məktub yazıbdı. Biz bu məktubu çox dəyərləndiririk, çox əzizləyirik. Mən fəxr edirəm ki, mən Bahayiyəm. Biz Azərbaycanın ən dilbər və füsunkar güşələrindən biri Şəkidəyik və Şəki Bahayi dini tarixində məxsusi bir yeri vardır. Bahayi dini Şəkiyə Məşədi Hüseyn Əyyubov tərəfindən Tiflisdə ticarətlə məşğul olarkən ilk dəfə orada tanış olub, orada bu dini qəbul edib, Bahayi dinini gəlib burada Şəkidə öz qardaşlarına, əmilərinə, babasına təbliğ edib, öz atasından başqa bütün yaxın ətrafı, xalası, oğlu da daxil olmaqla bu dini qəbul edirlər. O cümlədən babam yer, Şəkinin düz mərkəzidir. Bu bina, bunun həyəti atam rəhmətli qarşıladı ki, çaya kimi uzanardı, böyük ərazisi var idi. Burada 3 qardaş ailəsi qalırdı. Babam Güldə Sultan, qardaşı Bilal və babam Veysel. Babamla əlaqədar bir epizod sizə danışım. Çox imkanlı adam idi, tacir idi, ticarətlə məşğul olurdu və eşidəndə ki, Ərzəqləsdən müqəddəs torpaqdan Seydağa Əsədullah gəlibdir. Şəkiyə gəlmək istəyir, Ağdaşdan bəzi mollalar onu öldürmək istəyirlər, qətlə yetirmək istəyirlər ki, Babı Şəkiyə gəlibdir. Babam bunu biləndə öz dostları ilə silahlanırlar və Şəkidə mərkəzi küçə yuxarı verc, aşağı verc olubdur. Bir neçə dəfə faytonda gedirlər ki, açıq faytonda əllərində silah, cəmaat bilir ki, bu gələn adam
Ağa Veysəlin qonağıdır. Ağa Veysəlin Şəkidə tanınmış şəxsiyyət o. Çox böyük imkanları olub, çox mərd adam olubdur. Xasiyyətinə bələdilər, onun qorxusundan ona yaxın duran olmuşdur. Elə olubdur ki, Ağa Əsədullah sağ-salamat Şəkiyə gəlib, sağ-salamat Şəkidən çıxır. Haçandır görüşmürük. Görən kimi tanıdım. Can sağlığı. Necəsiz? Salamatçılıqdır. Gəlmişik burada. Bura bizim Əyyubovların ocağıdır. Laf yaxşılanır. Gəlmişik ki, burada bizim babalarımızın məskənidir. Bizim babalarımız qardaş olublar, burada yaşayıblar, burada ev tikiblər. Mənim üçün tamamilə bura belə qeyri-adi bir yerdir. Gedək görək. Salam aleyküm. Ay aleyküm əssalam. Xoş gəlmisiniz, sabah gətirmisiniz. Həmişəsiz gələsən. Sağ ol, çox sağ ol. Salam Çox sağ ol. Mənim üçün əziz olan bir yerə gəldim. Gəldim, əmi oğlunu da gördüm burada. Bu evin, ocağın hesabına. Bizim babalar Məşəd Hüseyn, Musa, Heydər əmi, Cabbar əmi, Salman əmi. Bura ocaq olub onların. Burada böyüyüblər. Atam İzzətdin bu yerlərdən 8 yaşı olanda köçüb Bakıya. İzzətdin əmoğlu deyərdilər. Mən də elə İzzətdin əmoğlu deyəcəm ki, o burada olub. Onun çox gözəl söhbətləri olub. Dinləmişik, həzz almışıq. Onun tövsiyələri olub gözəl-gözəl. Babam Məşəd Hüseyn Şəkidə burada o vaxt Muxa deyirdilər də. Muxadan gedir Tiflisə və Tiflisdə bu söhbətləri eşidir. Bu məsələlər aydınlaşdırandan sonra qayıdır Şəkiyə, artıq o vaxt Babi deyirdilər. Babi kimi. Və başlayıblar bunları ələ salmağa. Çünki cəmaət o qədər həqiqəti bilmirmiş, araşdırma imkanları da yoxdur. Bunları qalır bir dənə əlac ələ salmaq. Hətta Papa rəhmətlik danışardı ki, bir dəfə küçəyə gedəndə Allah rəhmət eləsin. Daşla vurub bunun balını, burada çapığı var idi. Həmişə belə saçın qapısı göstərirdi ki, bu daş mənə o babiliyimə görə dəyibdir. Burada bəzi arxiv materiallarını araşdıranda bəzi şəkillər gördük. Onları siz tanıyırsınız bunlardan. Bu məhəllədə çəkilib şəkil. Bax bu Veysəl. Mənim babam. Bəli. Əmoğlunun babasıdır, Musadır. Musadır. Amma bu Cabbar babaya Məşəd çox oxşayır. Bu atamdır, bu Ələkbər əmdir. Bu Sultandır, üç qardaşlar. Babam, Veysəl, kiçikləri. Böyükləri Sultan, ortancıl Bilal. Bu şəkil atam qoruyub saxlayıb. Bu həyətdə, bu məhəllədə çəkilibdir. Yanır bir dağ təki, dağlar qoynunda şəki. Hələ bunun da bir ləzzəti var. Xeyirli olsun. Bunlar da. Bu nənəm, bibim, bu da babam. Bu da Məşəd İsmail. Papanın ana babası. Allah hamısına rəhmət eləsin. Cabbar babanın qəbridir. Cabbar baba Bahayi dinin yayılmasında olduqca böyük əməyi olubdur. Bu qəbirdə də uyuyan bizim nəslimizin fəxri professor Ələfzər əmioğludur. Onun adına Şəkidə küçə var, yaşadığı evin yanında xatirə lövhəsi vardır. Əskər müəllim professor olub, coğrafiya elmləri doktorudur. Bakı Dövlət Universitetində coğrafiyadan dərs deyib, akademik Həsən Əliyev rəhbəri olan institutunda Həsən müəllimin müavini olubdur. Akademik Budaqovla yanaşı Əskər müəllim Eyyubov, bunlar hər ikisi olubdur o institutun müavinləri. Əskər müəllimin çox saylı kitabları var. Dövlət mükafatı laureatıdır. Azərbaycanda klimatologiya elminin banisidir. Mənim indiyə kimi gözümün qabağındadır. Biz fərəhlə uşaq idim. Televizorun qabağında əyləşirdik, baxırdıq. Necə ona ulu öndərimiz Heydər Əliyev dövlət mükafatını döşünə sancanda biz görmüşük. Çox böyük xidmətləri olubdur. 9 rəqəmini görürsünüz, Bahayi nişanıdır bu. Atamın atası babamdır, Ağa Veysəl Əyyubov. Onu da deyim tarix üçün, Nuru Paşa buralara gələndə babamın evində qalıbdır. Babamın misafiri olubdur. Böyük hörmətləri vardı bir-birlərinə. Mən inanıram ki, onların sağ ruhları şaddır. Çünki neçə qardaşın nəvə nəticələri gəlib ziyarət edibmişik onları və ruhlarına dua münacat oxumuşuq.
İlahi, fəzl eylə, lütf eylə, kərəm eylə, könülləri şad eylə, canları azad eylə, ehsanını müzdad eylə. Əbdülbəha Abbas. Bugün Azərbaycan Bahai icmasının həyatında çox əlamətdar bir gündür. Bütün bəşəriyyətin gözlədiyi kəsin Həzrət Bahaullahın mövludunun 200 illiyidir və bu indiki nəsil insanları üçün ən əlamətdar bir gündür. Bugünün möhtəşəmliyi ondan ibarətdir ki, tək Azərbaycanda deyil, təqribən 195 ölkədə bugün təntənə ilə qeyd olunur. Bütün müqəddəs kitablarda vəd olunan şəxsin gəlişinin günüdür. Biz çox xoşbəxtik ki, belə gözəl gündə iştirak eləməyə Allah Taala bizə qismət eləyib. Həzrət Bahaullah deyir ki, 1000 illərin vəd olunmuş kəsidir. O kəs ki, bəşəriyyətin problemlərin həlli yollarını göstərir. Bahai dinin prinsipləri indiki problemlərin həlli üçün bir vasitədir, bir dərmandır, bir ilacdır. Bu təkcə bəşəriyyət üçün deyil, amma Azərbaycan icması üçün böyük əhəmiyyət kəsb edir. Bu bayramla bağlı son müraciəti var, oktyabrın müraciəti. Orada Ədalət evi bu mesajı belə bir cümlə ilə başlayır ki, Allah heç zaman insanlığı unutmamışdır. Bu sözün mənası təbii ki, Həzrəti Bahaullaha aiddir. Allahın yeni 1000 illikdən çox bir dövr üçün insanların həyatına yeni bir istiqamət verib. Son 200 ildə bəşəriyyətin tarixində belə bir hadisə olmayıb ki, bütün planet üzrə bir peyğəmbərin anadan olması, mövludu qeyd edilsin. Azərbaycanın inkişafının indiki şəraitində, Bahaizmasının həyatının bu mərhələsində bu bayramın belə təntənəli qeyd edilməsi həqiqi mənada bir dönüş nöqtəsidir. Azərbaycan üçün çox uzağa gedən təsirlərə malikdir. Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü, gəl düşən Azərbaycan. 200 illiyini qeyd etdiyimiz Həzrəti Bahaullahın məhz İran-Azərbaycan ərazisində doğulması və buradan da sonra bütöv şərqə və bütün dünyaya öz ideyalarını, bir mütəfəkkir olaraq düşüncə məhsullarını yaymağı onu göstərir ki, Azərbaycan Zərdüşt peyğəmbərdən üzüb bu yana düşüncə adamları dünya mədəniyyətinə, dünya sivilizasiyasına bəxş etmişdir. Bahai icması 200 illik qeyd etdiyi öz banisinin düşüncələrini layiqincə həyata keçirdi. Onların fikirləri nədir? Dünyanı sülhlə idarə etmək, İnsanların rəngindən, dilindən, dinindən asılı olmayaraq hər bir kəs insanlara sevgi ilə, ilahi eşqlə bir-birinə münasibəti əlbəttə ki, bu icmanın əsas şüarlarından biridir və bu da müasir dövrdə ən çox çatışmayan ideyalardan biridir. 200 il bundan qabaq doğulmuş, özündən əvvəlki bütün peyğəmbərlərin, bütün düşüncə adamlarının ən gözəl fikirlərini çatdırmaq üçün 100 cildən çox kitab bizə əmanət qoymuş bir şəxsin fikirləri əgər dünyada qəbul olunsa və reallaşdırılsa, bütün bu problemlər olmayacaq. Novruz bayramı qədim tarixi var. Azərbaycanın çox qədim soykökünə gedib çatır. Bəzən onu zərdüştlüyü ilə əlaqələndirirlər. Tarixçilərin fikrincə qədim əkinçilik mədəniyyəti ilə əlaqədardır. Müxtəlif dinlər Azərbaycanda olsa da Azərbaycan xalqı bayramı tərk etmir. Novruz bayramı Bahai dinində ən müqəddəs bayramlardan biri hesab olunur. Bahai dinində 19 gün ərzində oruçluq ayı hesab olunur və bu orucun bitməsi demək ayın 20-si başa çatır. 21 biz onu bayram kimi qeyd edirik. Eyni zamanda Kitab Əqdəsinin hökmünə görə Novruz bayramı mart ayının 21-də təntənəli şəkildə qeyd olunur. Bir tərəfdən bu bizim xalqımızın, millətimizin milli bayramı olsa da, Azərbaycanlı bahailər üçün bu bir neçə qat bayramdır, bir neçə qat əhəmiyyət kəsb edir. Novruz həm də oruçluğun bayramıdır. Oruçluğun bitməsi Novruzun gəlişinə düşür.
Bunun bir ruhani əhəmiyyəti də var. Oruçluqda biz Bahay təqviminin sonuncu ayında 19 gün ərzində biz oruç tuturuq. Bu bir mənəvi, ruhani paşlaşmanın, təmizlənmənin simvoludur və sanki insanlar paşlaşsınlar və yeni ilə, yeni ruhla, yeni təşəbbüslərlə başlasınlar. Və bu nöqteyi nəzərdən də Novruz bayramı Bahaylar üçün, ümumiyyətlə bütün dünya xalqları üçün çox önəmlidir. Yaşadığımız ölkədən asılı olmayaraq hər yerdə qeyd olunur. Dünyanın 254 ölkəsində artıq ki, Bahay icmaları var. Novruz bayramı artıq bəşəriyyətin bayramıdır. 2010-cu ildən bəri bu bəşəriyyətin mənəvi irsinə daxil edilib, bütün dünyanın bayramı kimi elan edilib BMT tərəfindən. Mən inanmıram ki, dünyanın hansı bir ölkəsində Novruz bayramı Azərbaycandakı qədər möhtəşəm qeyd olunsun. Biz bunu bugün məsələn istər Bakı şəhərinə çıxanda aydın görürük ki, dünyanın müxtəlif ölkələrindən insanlar məhz Novruz bayramını qeyd etmək üçün Azərbaycana gəlirlər. Hətta dünyanın müxtəlif ölkələrindən Bahaylar belə Novruz bayramını qeyd etmək üçün Azərbaycana gəlirlər. Bu bizim üçün həm bir fəxarətdir, həm də bizim üzərimizə bir məsuliyyət də qoyur ki, biz Novruzu daha da inkişaf elətdirməliyik. Novruz ənənələrini, mənəvi və ruhani inkişaf üçün daha böyük səylər qoymalıyıq ki, övladlarımız daha gözəl bir dünyada yaşasınlar. İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsub olmağından asılı olmayaraq, bütün başqa mədəniyyətlərə də, dinlərə də, başqa mənəvi dəyərlərə də hörmət etməlidir. Azərbaycan həmişə çox millətli, çox konfessiyalı diyar olubdur və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdu. Bugün də belədir. Bir çox etnik qrupların birgə yaşadığı bir unikal bir məkandır Azərbaycan. Biz hamımız Azərbaycan xalqının nümayəndələriyik. Bizim dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Hamımızı xoş gördük. Bu konferansın təşkilində mənəvi dəstəyinizə görə Xəzar müəllim müvafiq sizə təşəkkür edirəm. Parlament komitəsində görüşümüzdə müzakirələr zamanı sizin bu məsələyə operativ reaksiyanız, buna nə qədər əhəmiyyət verdiyinizi göstərdi. Artıq biz müzakirələrimizi davam etdirmək üçün bir aradayıq. Çox hörmətli mübariz müəllimlə biz Milli Məclisin Dini Qurumlar və İctimai Təşkilatlar tədbirində Ramazan müəllimə çox məntiqli və maraqlı bir 5-7 dəyər aldı çıxışında və çox bəyəndim və qərar aldım ki, belə bir tədbiri məhz bu dini cərəyan, dini qurumun rəhbərliyi altında həyata keçirək və bir günlərdə bu tədbirdə biz iştirak edirik. Ulu Öndərin 100 illiyi ilə bağlı tədbirlər silsiləsidir. Mən hesab edirəm, bunun özü də o 100 illiyinin tərkibində gedən bir məsələdir. Bütün dinlər Azərbaycan Konstitusiyasına görə bərabər şəkildə dövlət tərəfindən tanınır və onlara hər tərəfli qayğı və himayə göstərir. Bahay icması Azərbaycanda olan dini icmalar içərisində özünün spesifik fəaliyyəti ilə fərqlənən şəxslərdən ibarətdir. Elmi cəhətdən daha savadlı olan insanların bir qrupunun bəs bu cəmiyyətdə təmsil olduğunu müşahidə etdir. Müasir dövrdə birgə yaşayışın çağrışları lazımlı bir mövzudur bu. Ümumiyyətlə, bəşəriyyət birgə yaşayışın formalarını daim axtarmışdır. 19-cu əsr Bahay dini meydana gəlir. Məhz bu dəyişmələr dövrünün ortaya çıxardığı bir dünya görüşüdür. Yeni bir yol axtarışı kimi ortaya çıxır. Bu birgə yaşayış məsələlərində Bahayiliyin irəli sürdüyü prinsiplər müxtəlif istiqamətlər özündə əks etdirir. Bu prinsiplərin hər birində biz yanaşsaq, bunlar birgə yaşayışın daha mülayim, daha tolerant olmasına çağrışlardır. Bahayilik sadəcə dünyada çox olmasa da keyfiyyətcə cəmiyyətə və insanlara təhsil baxımından əhəmiyyətli cərəyanlardan, əhəmiyyətli dünya görüşünə məxsus olan dini istiqamətlərdən biri kimi qeyd oluna bilər. Bahayi icmasında olan bir sıra prinsiplər çox gözəldir və bizim milli maraqlarımıza cavab verən. Ruhi mədəniyyət yanaşanda, baxanda biz görürük ki, bu bir quşa bənzərdir.
Eğer istiyorsanız simurg kuşuna benzer iki kanadı var. Biri mənəvi mədəniyyətdir, obrisi əqli mədəniyyət, intellektual mədəniyyət. Bəhailerde o kuşun bir kanadı əqli mədəniyyətdir, elmdir, bilikdir. Obrisi kanadı nədir? Dindir. İnsanın vətən qarşısında xidmətləri çox vacibdir. Vətən ve bəşəriyyət qarşısında. Mən niyə deyirəm vətən və bəşəriyyət? Burada yenə Bəhainin misalı çox gözəldir. Eğer bizim özümüzün yüksek medeniyetimiz olsa, əqli ve mənəvi, biz bəşəriyyət içinde çok zengin, çok güzel bir xalq kimi daha da irəli gedib, daha da güzel işler görebiliriz. Çox qədim tarixə malik olan Azərbaycanın dünya sivilizasiyasında özünə məxsus bir yeri var. Dünya mədəniyyətinə, dünya sivilizasiyasına Azərbaycan çox böyük töhfələr verir. Və Bahai dini kontekstində düşündükdə, gələcək sivilizasiyanı, gələcək ilahi mədəniyyəti düşündükdə isə bu xalqın potensialı və onun malik olduğu zəngin, mənəvi ruhani irs bizim bu töhfəmizi daha da qat-qat artıracaqdır. Deyirik ki, insanlar sülh içərisində yaşasınlar. Bu yeganə və tək bir yoldur. Vahid bir əmrdə, vahid bir dində birləşmək. Arzu edirəm ki, insanlar sülh şəraitində yaşasınlar. Müharibə olmasın, analar ağlamasınlar. Dünyada sülhün bərqərar olması, dünyadan qanların tökülməyini ləğv etmək, dünyada irqlər, millətlər arasındakı ayrı-seçkilik, bax bunun ləğv olunması. Bax, əsl o insanı tərbiyə etmək üçün Bahailikdə olduqca gözəl xüsusiyyətlər var. Azərbaycan xalqı müxtəlif etaplardan keçmiş. Musəvilik, xristianlıq, İslam, Azərbaycan xalqının tarixində, qanında, genlərində bu dinlərin cövhərləri indi də yaşamaqdadır. Növbəti etapa gəlmişik. Bu elə bir etapdır ki, Həzrət Bahaullahın dediyi kimi bütün dinlər bu dində birləşəcəklər. Necə ki, bütün çaylar okeanda birləşirlər. Bakı şöhretin var el dilinde. Allahu Ekber. Necəsən? Nə var, nə yox? Xoş günün olsun. Gözəl bir gündə, gözəl bir məkanda görüşürük. Bu yaxtandan baxıram Bakı şəhərinin gözəlliyinə adam heyran olmaya bilmirsin. Sizin bu sözləriniz mənim yadıma Həzrət Əbdülbahanın Bakı haqqında bir duası var. Onun sözlərini xatırladır. Həzrət Əbdülbaha buyurur ki, İlahi, o şəhərin həndəvərini nurlu, ətrafını ətirli, meydanlarını geniş və xoşbəxtliyini sonsuz elə. Qoy bu müqəddəs və mübarək torpaq olan Azərbaycan maddi və mənəvi cəhətdən çiçəklənsin. Həzrət Bahaullah da Qafqaz loğunda 1890-cı ildə burada yaşayan insanların etibarlı, vəfalı olmaqlarını xüsusilə qeyd edir və bütün bunları topladıqda bir yerdə başqa cür də ola bilməz və Azərbaycanın gələcəyini, xoşbəxt evlatlarının ən firavan günlərini indidən görməmək olmur. Ey mənim Allahım, bu o şəhərdir ki, orada sənin məhəbbətinin ateşi şölələndi. Elə isə onları hər tərəfi və hər yeri işıqlandıran və ətirləndirən elə. Rəbbim, Rəbbim, bunlar sənin bəndələrindir ki, sən bəxş etdiyin sığınacağa pənah gətiriblər. Ya Rəbb, onlara lütf və mərhəmət bəxş elə. Ümidim budur ki, Allahın görünməz yardımı ilə günbəgün daha böyük xidmətlər edəsiniz, dəyanətlə davranasınız ki, Qafqaz sir simurğunun yuvasına çevrilsin, Bakı müşk ətri saçsın, Tiflis qiymətli gövhər olsun.
Gəncə sərvətlər xəzinəsinə çevrilsin. Şuşa isə bərq vuran saf büllur olsun.